Həzrət İmam Rıza Əleyhisselamın qonaqlarısınız. Hər birimizi salamlayırıq. Allah ziyarətinizi qəbul eləsin inşallah. Həzrət İmam Rıza Əleyhisselamdan əcr və mükafat alasınız. Və qiyamət günündə cənnətə daxil olmaq üçün cənnətin inşallah kağızlarını İmam Rıza Əleyhisselam hər birimizə versin və ərz eləsin ki, əziz zavarım, buyur, daxil ol cənnətə. Bir zamanlar ki, həsrətlə gözlədiyimiz, sosial şəbəkələrdə baxdığımız, xəyallar qurduğumuz Məşhəd şəhəri İmam Rıza hərəmi hal-hazırda gerçəkdir. Hal-hazırda İmam Rıza Əleyhisselamın hərəmindəsiz, yəni behişdəsiz, cənnətdəsiz. Çalışaq bu cənnətdən istifadə edək. Allah hər iki dünyada bizləri Həzrət İmam Rızadan ayrı salmasın. Amin. Allah bizlərə axırıncı imamımız, zamanəmizin imamı, 12-ci imamımız İmam Zaman ağanın əli ilə inşallah Xanım Zəhranın qərib qəbrinin yerini nişan versin. Bu cəmlə bərabər hamımız daxil olaq Mədinəyə. Nənəmiz Xanım Fatimə-i Zəhra salamullahi aleyhanın qərib qəbrini ziyarət edək inşallah.